Yeni bir video hoş geldiniz. Bugün Poppy Playtime Chapter 5 oynayabilmeyeceğiz. Çünkü Chapter 5'i oynamak için bizim birinci 1, 2, 3, 4 oyununu oynamamız lazım. Yani bugün ilk hikaye olan Chapter 1 ile oyunumuza başlayırıq. Deməli, bastım bu düğmeye, bak bizi böyle yaraşıqlı bir adam qarşılayır. Bu bakış bakışı değil mi? Kiməsə belə normal barmaq üçün sonra deyirsən qam eləməmişəm. O bakışda o. Bu kimdir? Bu niye beni dövəcəkmiş kimi üstüme gelir? Kaka, ha bu Poppy Playtime'ın ilk reklamıdır. Dostum, bence bu reklama ihtiyacımız yoktur. Ben birbaşa bu reklamı geçirəm. Bu ne zaman maraqlı bir şey yok ki ha. Boynu. Nedir bu? Onu da artık danışacaq mı? O zor idi ya da gözləmə. Nəsə şirin oyuncaq oxşayır. Nəsə mənalı bir şey oxşayır. Ayaqqabısı. Ayaqqabısını təmizləyərik. Bəli, mən bir oyuncaq alsam gedib ayaqqabısını təmizləyərəm. Niyə? Çünki mən bir işsizəm. Bəli, saçını da arayacağım. Bəli, mən niyə belə bir şey alam ki? Bax, indi mən belə bir şeyi yolda görsəm götürərəm, bəli, götürərəm. O kimi götürərəm. Bax, belə bir oyuncağı alacaqsan, atacaqsan kravata. Belə ondan yatacaqsan, yəni o yanısı yoxdur. Burada da belə oyuncaqların əlləri, qolları, başla abi bir qorxulu bir şey var. Nəsə qorxulu bir şey var. Bu da təbii ki bizim zavodumuz, fabrikamız. Aha, bir dənə görüntü var. Bura haradır? Haradır? Elə deyirəm Xırdalanın kuruğu. Elə deyirəm bura haradır? Göt alıram. Aha, Poppy Playtime Chapter 1 huzurlarınızda, qarşınızdadır. Başlayırıq. Aha, bir məktub var. Məktubda deyir ki, herkes çalışanların 10 yıl önce ortadan kaybolduğunu düşünüyor. Biz hala buradayız. Çiçeği bul deyir. Yani biz bu məktubdan sonra bu xarabağanaya düşürük. Vah, salam aleyküm, burada kimsə var mı? Bir dənə məktubun tırkasına düşüb mən bura gəlmişəm. İndi deməli, bura oyuncaq fason bir yer oxşayır və bir kaset tapdım. Bu kaseti mən kimin göha tapdım. Takmağa bir yer takmağa bir yer ananın taktım bura. Ne çıkacak? Bir tane normal komedi kanalı zaten. İşte. Oh. Burada ne diyor ha? Bu dilini başa düşmediğimiz için bizi soyurma. Ne diyor? Neyse, bunun başımı bırak. Bu kapıdan içeri girdim. Şimdi deməli, aha burada bir qatar var. Bak, bu qatar qəsdən pis yorum yazanların deməli qardaşım, burada kod var 3164. Ayo, buranın nömrə yazamıram, gözlə. Ha, qatarda rənglər görmüşdüm. O qatarların rəngini görə yazaram bura. Və açıldı. Kim açıldı? Təbii ki pis yorum yazanların. İndi mədəni dildə mən bu poku taktım bura. İndi aha, Playtime. Görək burada nə var? Aha, qollar. Deməli uşaqlar, oyunda bu qolları bizə bütün bu 1, 2, 3, 4, 5 oyuna kimi bu qollar bizə kömək olacaq. Və təbii ki bu qolları almalıyıq. İndi kasetdə göstərir ki bu qolların nə bu qədər mandır. Təbii ki bu iki qol ilə uzaqdan kiməsə belə əlləyə bilərsiniz, barmaq ata bilərsiniz, sonra nə bilim belə sürtə. Ya elə bir şeylər edə bilirsiniz abi. Kiməsə itələyə bilərsiniz, kiməsə darta bilərsiniz. Kimin içinəsə yapışa bilərsiniz. Yəni onun üçün yaradılıb, bəli. Ya da kiminsə nə bilim pərdəsini yuxarı qaldırıb, neysə başım bura. Neysə, mən buralara kəsərəm çünki çox da baxılacaq bir şey yoxdur. Və qollarımızı gəlib buradan aldıq. Və artıq o möhtəşəm qollarımıza qovuşduq. Yəni oyunumuz başlasın. Qollarımız deyəndə sadəcə bir qolumuz var, o da cəhənnəm. Belə, bastım bura. Ha, deməli bu zibil bunu açır. Yəni bilgəsində olan şeydir. Və oho, qabaqda möhtəşəm ənkə böyüyü var. Ənkə böyüyü, bəli, göy bir şeydir. Əlində nədir o? Nədir o? Ver görüm. Aha. İndi burada nə var? Basıram. Olan şeydir, başım bırak. İndi ben burada neydiyim? Hangi neydiyim? Götürəmi vurum, estağfurullah. Burada aha. Ha, bastım. Ne oldu? Ha, tok getdi bura. Bu kapıyı bu açar. Aa, ver. Ha, qardaşımıza. Sən bu açarı necə götürdün? Sən tərpənə bilirsən mi sən, yoxsa
Bak tərpənmə bax. Bax bütün gözüm sənin üstündə. Bax tərpənmə bax tərpədən söymüşəm. Tərpənsən mi? Orada. Yaxşı. İndi belə bir otağımız var. Bu bizim Hagi'nin Saray versiyası. Görək nə olan şeydir başım bırax. Uşaqlar bəzi tapmazaları keçirəm, yəni uzatmağa ehtiyac yoxdur. İndi fizikadan aldığım yağlı 2'ye baxaraq bunu bura vurdum və bilmirəm nə oy zibil. Poxu çıxdı. Adam burada yoxdur. Adam yerində yoxdur. Yəqin ayaq yoluna gedəcəkdir. Və qorxacaq bir şey yoxdur. Yəqin bilmirəm bir yerdə tüvər katmağa da getmiş oldular. Yəni oyuncaq uşaqlar bilmək olmaz. Oyuncaqdır. Yəni mən oyuncaqların zövqünə qarışa bilmərəm. Yəni verilməyə də getmiş ola bilər. Aha, Hagi'nin qolu, Hagi'nin qolu, Hagi'nin qolu. Mən də xiyar kimi üstünə qaçıram. Niyə? Çünki mən bir şizofrenəm. Və gəldim bura, Hagi'nin özü yoxa çıxdı təbii ki. Belə onsuz da bir çoxuzu bilir. Poppy Playtime oyununda tapmacalar çox olduğu üçün mən tapmacaları belə keçirəm. Çünki tapmacalara baxmağa ehtiyacı yoxdur. Gəldim bunu buradan aldım. İndi bunu buradan taktım bura. Yerde oturdu bəli. İndi ne edirik? Bir dəqiqə. Bu nə də? Neyse başım bırak. İndi deməli qaçmalı, uçmalı, tullanmalı, dartmalı, yapışmalı, bırakmamalı şeylerden sonra axırda geldim bu kırmızı kolu aldım, tapdım. İndi ne edirik? Bu kırmızı kol ile bu zibili açırıq. Elə baxanda da kimsə mən arxadan barmaqlayacaqmış kimi hiss edirəm. Niyə? İndi deməli yarım saatdir yol gedirəm. İndi belə bir yerə gəlmişəm. Qaranlıqdır bir bu. Oy bula. O söyləyim mən əbəcdə. Va qorxdu ha yötü. Deyəsən yavaş yavaş qorxuya başlayırdıq ha. Deməli düz yarım saatdir bir dənə bu zibilə qalmış oyuncağı düzəltmək üçün onu ora apar, bunu buraya, elə bunu ora, bunu kimisə dalına sal, kimi şeylə edirik. Baxırda bu zibilə qalmış oyuncağı tapdıq. Aha, gəldim bura, taxdım və vəsiyo. Qapımız axırçı açıldı, içimiz rahatlaşdı. İndi buradan hara gedirik, şimdi buradan hara bilmirəm. İndi onda mən bu orta ilə gedirəm. Oy, dirilip bu şerefsiz dirilip. Bu şerefsiz dirilip. İndi ama yavaş gel lan, ben bundan kaçaram ki ben bundan. Alkaş kimi gel lan, gözle görüm. Bir de böyle kurukluyum. Oh yetim ağla. Bu ne var ha bundan kaçmak? Ben bundan yaşarım açı. Böyle girdim buraya ha. Все. Bu kadar halloldu. Bir şey götün satı girsin bura. Götün satı girsin bura. O girdi. Sanıl girdi. Girdi zibil girdi. Burada da mı? Oy bile. Kaçın. Kaçın. Zır. Kaç. Dolumda. Düz götümde. Oy bile. Senin ben ha. Varını sattı. Все, dikişləşdim görüm. Köbəyyəliyət öldürəcəklər bəni, köbəyyəliyət. Parmaqlayacaqlar, köbəyyəliyət. Girdim bura. Köbəy gəlir mi o? Gəlir mi o baxam? Arxıma baxamıram hiç, bir də gözlə. Tullandım bura. O sürüşmüyə bax, o nazor sürüşdə. Bir də gir. Sən gir bu dalımda. Bu 100% mənim dalımda. Çünki mühakimə hələ çalınmağa davam edir, əstəğfurullah. İndi mən qaçmağa davam edirəm. O gedir. Oy. Cır. Hara? Girdim bura. Abi girənməz. Tabi buradan sonra girənməzim məncə. Tabi boyu o kadar girənməz. Məncə çatmaz onun boyu. Bura niyə baxanda bura? O gəlir. O sonra gəlir. Aç qapını. Qaç. Hara gedim. Hara gelim. Bax götümdə göy bir canavar qaçır. Yəni istəyəcəm ən son şey ola bilər. Amma nə olur qaç. Ne olur katı saptıramasın. Ben sürüştüm bura. İliştim burada. Buradan hara. Hara kaçın. Bak buradan hara girim. Bak Karafka var. Karafka'ya atsam ondan bir yerde kutu açılımı videosu mu seçim? Buna değil. Bunu tulan. O cadı. Uy. Ciddi. Aha. Bak kapak. Baba kapak olsun. Sabah bir girsin. Baba ne oldu? Ne oldu erkek? Ne oldu erkek Fatma? Ne oldu? Ne oldu? Mən cinaylanırdın, deyərdin saldırıram zat. Sən bilmirsən ki, buraların palajanyasına mən baxıram. Zat belə
Yani kişileşemezsen sen bize. İşte oyan bir yan zəhərlər dayı çok işitməyək. Bu şey değil, bura şey değil ha. Oyunun reklamında gördüğü bir yer. Deyirdim ha, xırdalanın kuruğunda oxşuyur. Bax həmən yer. Və kaset. Kaset aldım və baxacaq mıyıq? Təbii ki baxmayacağam. Mən niyə xiyara baxım ki? Amma kayfa taxıram, bəlkə maraqlı bir şey çıxar. Ha, bir dənə xoş qadam verin işindən. Aha. Ha? Hadi başım bırak. İndi devam edirik şimdi. Belə bir yer var. Dayan deyir, təhlükəli deyir, girmə deyir. Səni barmaqlayacaqlar deyir. Amma mən nə edirəm? Təbii ki o zövqləri yaşamaq üçün əstəğfurullah daşamıram. O zövqləri yaşamaq üçün içəri girdim. Və burası nəsə huzurlu bir yerə oxşuyur. Yəni bu ışıqlar sönəndə kimi? Işıqlar sönəndən sonra heç huzurlu bir yer olmayacaq. İndi gəldim bura. Belə bir otaq var. Niyə var bilmirəm. Belə bir şkaf var. Şkaf açamıram. Arkasında qapı var. Qapıdan keçəmirəm. Yaxşı. Mən indi fikir verdim. Bir dəqiqə arxada musiqi çalır. Abi, nə qəşəng musiqidir belə. Adamı rahatladırsan öl gözlə. Adama ləzzət eləyir ha. Ləzzət elə də mənə bu. Musiqi gözlə görüm. Belə bir yer var kırmızı. O şey değil, oyuncaq. Poppy, at. Atı, o gözler açıldı. You opened my case. Ben seni açdım. O mənada yox, belə qarafqanı açdım mənasında. Və chapter 1 beləcə qutardı. Yaxşı, chapter 1-i beləcə qutardıq. Chapter 1-də qabağımıza Hagi çıxdı. Və biz de onun təbii ki yer altındakı bir boşluğa atdıq deyim, nə oldu deyim. İlk bölümün hekayəsi belə idi və axırda bu Poppy'yi açdıq. Yəni Poppy nə olduğu, o nə bileyim, işqavımı deyim, başını bırak açdıq da, mən qapısını açdıq da. Və beləcə oyun qutardı. Birinci bölüm chapter 1 beləcə sonlandı. Uşaqlar, bir sonraki videoda chapter 2 ilə davam edəcəyik. Görək chapter 2-də başımıza nələr gələcək. Təbii ki chapter 2 videosunun da gəlməsi üçün altdan kanala abunə olub video like atsaz, chapter 2 videosu qısa bir vaxt içərisində YouTube kanalımda olacaq. Nəysə, sizləri sevirəm. Özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşmək üzrə.